Dünya heç vaxt indiki qədər zəngin olmamışdı. Lakin bu zənginlik heç vaxt indiki qədər ədalətsiz də paylanmamışdı. Biz elə bir dövrdə yaşayırıq ki, bir tərəfdə sərvəti bir neçə kiçik ölkənin ümumdaxili məhsulundan çox olan fərdlər, digər tərəfdə isə həyatının ən gözəl illərini havasız ofis divarları arasında sadəcə növbəti ayın kirayəsini ödəyə bilmək üçün fəda edən modern proletarlar var. Bu təzadı anlamaq üçün bəzi beynəlxalq hesabatlara, məsələn Oxfam və Credit Suisse məlumatlarına nəzər salaq. 1% və qalanları. Dünyadakı ümumi sərvətin təxminən 45%-i əhalinin cəmi 1%-nin əlində cəmləşib. 8 nəfərin gücü. Dünyanın ən zəngin 8 adamının sərvəti bəşəriyyətin yarısının, təxminən 3,8 milyard insanın cəmi sərvətinə bərabərdir. Orta statistik ofis işçisi ömrünün təxminən 90 min saatını işdə keçirir. Bu saatların böyük bir hissəsi yaradıcılıq və ya cəmiyyətə xidmət üçün deyil, sadəcə qida, geyim və sığınacaq kimi təməl bioloji ehtiyacları qarşılamaq üçün satılır. Bu rəqəmlər sadəcə statistika deyil. Bu, hər səhər saat 7-də yuxulu gözlərlə avtobusa minən, axşam isə tükənmiş halda evinə dönən milyardlarla insanın dramıdır. Bu insanlar sistemi ayaqda saxlayan çarxlardır, lakin sistem onları sadəcə istehlakçı və ya işçi qüvvəsi kimi görür. Bəs niyə bu qədər sərvət toplayanlar dayanmır və niyə kütlə bu döngədən çıxa bilmir? Cavab isə insan təbiətindəki doymazlıq və kapitalizmin bu duyğunu istismar etməsində gizlidir. İnsan beyni yeni əldə etdiyi hər şeyə, istər yeni bir maaş artımı, istərsə də yeni bir mülk, sürətlə alışır. Bu, hedonik adaptasiya adlanır. Bir müddət sonra ən bahalı saat belə sadəcə zamanı göstərən bir alətə çevrilir. Kapitalizm bu psixoloji boşluğu fürsətə çevirir. O, bizə xoşbəxtliyin növbəti alış-verişdə, növbəti modeldə olduğunu pıçıldayır. Beləliklə, insan heç vaxt çatmayacağı bir xoşbəxtlik qatarının ardınca qaçır. Niyə 1000 illər keçsə də, texnologiya zirvəyə çatsa da, insan nəfsi kifayətdir deməyi öyrənə bilmir? Cavab nə bank hesablarında, nə də iqtisadi sistemlərdədir. Cavab təkamül prosesində formalaşmış qaranlıq psixologiyamızda gizlidir. İnsan doymamasının kökündə hedonik qaçış çarxı dayanır. Psixoloji araşdırmalar göstərir ki, insan yeni bir müvəffəqiyyət və ya sərvət əldə etdikdə müvəqqəti bir dopamin partlayışı yaşayır. Lakin beyin sürətlə bu yeni vəziyyətə adaptasiya olur və onu normal qəbul etməyə başlayır. Dünən xəyal olan şey bugün standartdır. Nəticədə eyni həzzi yenidən duymaq üçün daha böyük bir dozuya, daha çox pula, daha çox gücə ehtiyac yaranır. Bundan əlavə, sosial müqayisə nəzəriyyəsi sübut edir ki, biz xoşbəxtliyimizi obyektiv göstəricilərlə deyil, ətrafımızdakılara nisbətdə ölçürük. 1 milyarderi bədbəxt edən şey onun qonşusunun 2 milyardının olmasıdır. Bu bitməyən bir yarışdır və bu yarışda finiş xətti yoxdur. Bir çoxumuz yuxarı təbəqənin ədalətsizliyini tənqid edir, mənim əlimdə o imkan olsaydı dünyanı cənnətə çevirərdim deyirik. Lakin tarix və psixologiya bunun əksini deyir. Friedrich Nietzsche bu barədə xəbərdarlıq edirdi. Bədheybətlərlə vuruşan kəs ehtiyatlı olmalıdır ki, özü də bədheybətə çevrilməsin. Sən uçuruma uzun müddət baxdıqda, uçurum da sənin içinə baxar. İnsanların çoxu əlinə güc keçməmiş yaxşı olanlardır. Çünki gücü olmayanın əxlaqlı olması bir seçim deyil, məcburiyyətdir. Əsl xarakter isə insana güc, pul və status verildikdə üzə çıxır. Psixologiyada aparılan Stanford həbsxana eksperimenti və Milgram təcrübəsi göstərdi ki, sıradan, vicdanlı insanlar belə müəyyən bir status və səlahiyyət əldə etdikdə necə qəddarlaşa və başqalarını əzə bilərlər. Güc, beynin empatiya qabiliyyətini azaldır. Prefrontal korteksdə, yəni qərar vermə və əxlaq mərkəzində dəyişikliklər yaradaraq insanı digərlərini vasitə kimi görməyə vadar edir. Bir gün varlı bir tacir dəniz kənarında dincələn kasıb bir balıqçıya yaxınlaşır. Balıqçının cəmi bir neçə balığı var idi. Tacir soruşur, niyə daha çox balıq tutmursan? Balıqçı isə cavab verir, bu ailəmi doyurmağa bəs edir. Tacir, daha çox tutsan, qalanını satıb böyük bir qayıq alarsan. Sonra bir donanma qurarsan, zavodlar açarsan, milyonçu olarsan. Balıqçı, bəs sonra? Tacir isə deyir,
Sonra sakitcə dəniz kənarında oturub həyatın dadını çıxararsan. Balıqçı gülümsüyür. Mən elə indi onu edirəm. Bəli, insanı heyvandan fərqləndirən əsas cəhət onun hisslərinə qul olmamasıdır. Bir aslan doyduqdan sonra ovlamaz, lakin insan doyduqdan sonra da toplamağa davam edir. Çünki insanda gələcək qayğısı və ölümsüzlük axtarışı var. Sərvət toplamaq əslində şuuraltı olaraq ölüm qorxusuna qarşı qurulan bir qaladır. Lakin heç bir qızıl qala insanı sonlu olmaq gerçəyindən qoruya bilməz. İdeal insan öz şuurunu, hisslərinin, xüsusən də tamah hissinin üzərinə çıxara bilən insandır. Bizim təkamül qalıqlarımız bizə topla, saxla, hökmranlıq et deyir. Lakin şuurumuz bizə paylaş, yarat və məna tap deməlidir. Müasir cəmiyyətin ən böyük səhvi xoşbəxtliyi bir məntəqə kimi görməsidir. Universiteti bitirmək, evlənmək, varlanmaq. Bunlar sadəcə dayanacaqlardır. Yolun özü deyil. Əgər bir insan hədəfinə çatdıqda vəssalam, mən oldum deyirsə, o an onun mənəvi tənəzzülü başlayır. İnsan ruhu üçün çıxış yolu daimi məsafəli yaşamaq prinsipidir. Arzulamaq və o arzuya doğru səy göstərmək həyatın yanacağıdır. Lakin bu arzu maddi yox, mənəvi olmalıdır. Məsələn, bir musiqi alətində ifa etməyi öyrənmək, yeni bir dilin dərinliklərinə enmək, insanlara kömək edəcək bir layihə üzərində çalışmaq. Maddiyyatın bir həddi var. Bir nöqtədən sonra yeməyin dadı, evin lüksü eyniləşir. Lakin mənəvi zənginliyin, biliyin və yaradıcılığın bir limiti yoxdur. İdeal cəmiyyətdə insan əməyi sadəcə qarın doyurmaq üçün deyil, daxili potensialı reallaşdırmaq üçün sərf edilməlidir. Sərvət əslində bir insanın əlinə keçə biləcək ən böyük insanlıq imtahanı və möhtəşəm xeyirxahlıq şansıdır. Böyük kapital sadəcə rəqəmlərdən ibarət deyil, o minlərlə insanın taleyini dəyişdirə biləcək bir enerjidir. İnsan əlinə böyük bir sərvət keçdikdə qarşısında iki yol ayrıcı yaranır. Ya o bu sərvəti öz nəfsinin dar qəfəsinə həbs edib, daha çox deyərək hedonik qaçış çarxında tükənəcək, ya da onu bir alətə çevirib dünyada silinməz izlər qoyacaq. Acgözlük insanı yalnızlaşdırır. Bir insan nə qədər çox toplasa, ətrafındakilardan bir o qədər qorxmağa və onlara şübhə ilə baxmağa başlayır. Lakin xeyriyyəçilik, paylaşmaq insanı cəmiyyətlə, bəşəriyyətlə və kainatla birləşdirir. Psixoloji araşdırmalar, məsələn, Harvard Biznes Məktəbinin tədqiqatları göstərir ki, pullarını başqalarına xərcləyən insanlar onları yalnız özləri üçün xərcləyənlərdən qat-qat daha xoşbəxt və daxilən rahatdılar. Çünki vermək sahib olmaqdan daha ali bir dopamin mənbəyidir. Təsəvvür edin ki, bir iş adamının topladığı sərvət yüzlərlə kimsəsiz uşağın təhsil almağına vəsilə olur. O uşaqlar ki, bəlkə də küçələrin sərtliyində yox olub gedəcəkdilər. İndi isə gələcəyin alimi, həkimi, mühəndisi olurlar. Bu sadəcə pul xərcləmək deyil, bu zamanı və məkanı aşan bir toxum əkməkdir. Bu xeyirxah əməllərdən alınan həzz ən bahalı yaxtada gəzməkdən və ya lüks villada yaşamaqdan qat-qat dərindir. Çünki o yaxtada tək olursunuz, amma bu xeyirxahlıq yolunda minlərlə insanın duası, sevgisi və minnətdarlığı ilə əhatə olunursunuz. Tarix bizə böyük bir dərsliyi təqdim edir. Biz bugün keçmişin ən varlı azgözlərinin adlarını xatırlamırıq. Onlar öldülər və ya topladıqları qızıllar başqalarının əlinə keçdi. Özləri isə unuduldular. Hətta xatırlansalar belə arxalarınca deyilən nəfsi doymayan ifadəsi onların ən böyük ləkəsidir. Lakin Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi şəxsiyyətləri düşünün. Onlar milyonçu idilər. Bəli, amma bugün onları yaşadan bank hesabları deyil, tikdirdikləri məktəblər, oxutduqları tələbələr və millət üçün qoyduqları mənəvi mirasdır. Onlar öz sərvətlərini əbədiləşdirməyi bacardılar. Çünki maddiyyat çürüyür. Amma edilən yaxşılıq nəsildən nəslə ötürülən bir ruhani enerji halına gəlir. Niyə bir insan minlərlə insanın səmimi sevgisini qazanmaq şansını bir kənara atıb soyuq qızıl külçələrinə sığınsın? İnsan sosial bir varlıqdır. Bizim təməl instinktlərimizdən biri də qəbul olunmaq və sevilməkdir. Acgözlük bu instinkti zəhərləyir, xeyriyyəçilik isə onu zirvəyə daşıyır. İdeal bir dövlət modelində zənginlik qadağan edilməməlidir. Əksinə, zənginliyin vəzifə olduğu aşılanmalıdır.
Sərvət sahibi olmaq cəmiyyət qarşısında böyük bir məsuliyyət daşımaq deməkdir. Əsl aristokratiya nəsil və ya pul deyil, ruh aristokratiyasıdır. Bu, əlindəki imkanı başqalarının ağrısını azaltmaq üçün istifadə edən insanın ucalığıdır. Videomuzun əvvəlində dediyimiz kimi, insanı heyvandan ayıran onun hisslərini idarə edə bilməsidir. Bir vəhşi heyvanın anbar toplamaq qabiliyyəti yoxdur. O yalnız anlıq ehtiyacını ödəyir. İnsan isə toplamağı bacarır. Amma əsl insan olma mərhələsi toplamağı bacardıqdan sonra paylaşmağı iradəsi ilə seçməsidir. Güc və status insanı dəyişdirə bilər, bəli. Amma bu dəyişiklik mütləq mənfi olmaq məcburiyyətində deyil. Əgər insanın daxili şuuru və mənəvi təməli möhkəmdirsə, güc onu daha mərhəmətli, daha müdrik edir. O başa düşür ki, əlindəki bu sərvət ona sahib olması üçün deyil, idarəçi, əmanətçi olması üçün verilib. Sərvət bir imtahandır. Acgözlük bu imtahanda uduzmaq, paylaşmaq isə qazanmaqdır. Həyat qısadır və heç kim bu dünyadan bir qəpik belə apara bilmir. Bizimlə gedən yeganə şey toxunduğumuz qəlblər və yaratdığımız işıqdır. Nirvanaya çatmaq üçün hər şeyi əldə etmək lazım deyil. Bəzən sadəcə saxta arzulardan imtina etmək kifayətdir. Universiteti bitirib işə girməklə həyat tamamlanmır. Əksinə, əsl insanlıq sınağı o zaman başlayır. Əlinizdəki gücü başqasının yolunu işıqlandırmaq üçün istifadə etdiyiniz an, kainatın ən varlı insanı siz olacaqsınız. Çünki sevgi ilə qazanılan bir dua bankdakı bütün rəqəmlərdən daha ağır gəlir. İnsan qalın, sevgi ilə qalın.